Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onların nümunəvi fəaliyyəti və yaradıcılıq yolu xalqın yaddaşında əbədi qalır, heç vaxt unudulmur. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti Elza İbrahimova da belə şəxsiyyətlərdəndir. Həmişə yaşar mahnılar, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək, xalqın sevgisini qazanmaq hər bir bəstəkara nəsib olmur. Bəstəkar 2008-ci ildə Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti fəxri adlarına layiq görülüb. Qeyd edək ki, Elza İbrahimovanın bəstələrində ləzgi mahnıları da geniş yer alıb. Aprelin 24-də Qusar şəhər Uşaq İncəsənət Məktəbində sevilən və əvəz olunmaz bəstələrin müəllifi, bəstəkar Elza İbrahimovanın xatirəsinə həsr olunmuş Nəğmə dolu bir ürəyəm, Ey Vətən adlı musiqili gecə keçirilib. Konsert proqramında rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında bəstəkarın unudulmaz nəğmələri ifa olunub. Musiqili gecədə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun idarə müəssisə təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbirdə çıxış edən görkəmli şair, yazıcı, jurnalist Sədaqət Kərimova Elza İbrahimovanın həyat və yaradıcılığı, zəngin musiqi irsi haqqında ətraflı məlumat verərək bəstəkarla bağlı xoş xatirələrini bölüşüb. O yalnız mahnı yaradıcılığına davam etmirdi. Onun diplom işi kimi yazdığı orkestr üçün konserti artıq onun böyük bir sənətkar olduğunun nişanını verirdi və bəstəkarlar həm Qara Qarayev, həm Cövdət Hacıyev, bütün orada iştirak edənlər də bunu etiraf eləmişlər ki, musiqimizə çox güclü bir sənətkar gəlir. Elzaya hörməti qazandıran əsas şeylərdən də Azərbaycan musiqisini zirvələrə qaldıran bir faktor da var idi. O, sözlərin dəyərini bilən bir bəstəkar idi. Hər sözə yazmayıb o söz. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. O çapma necədə haydılar, könlümə gözümə şəfək yaydılar. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Dünya güne
Qeyd edək ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqi sevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Konsert proqramında incəsənət ustalarının ifasında səsləndirilən Elza İbrahimovanın repertuarına aid Ey Vətən, Gecələr bulaq başı, Sən yadıma düşəndə, Gəl barışaq, Qurban verərdim kimi mahnılar tamaşaçılar tərəfindən sevilərək dinlənilib. Tədbirin sonunda Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, müəllim və tələbə kollektivi başda olmaqla musiqiçilərə tədbirin ərsəyə gəlməsində əmək olan hər kəsə özləri minnətdarlığını bildirib. Reyhan xanım, sizə, bütün qonaqlara, bütün iştirak edənlərə, bütün musiqiçilərimizə təşəkkür edirəm, qarşınızda baş əyirəm. Sovet hökumətinə qədər, bu adlara qədər gözəl musiqiçilərimiz olur, muğam ustaları olur, opera ustalarımız olur. Dünyaya, o cümlədən qardaş Türkiyəmizə musiqini tanıdan Azərbaycanın opera musiqisini bizim mütəxəssislər orada çalışır və onların heç bir adı olmayıb. Ancaq həyat, insanlar, cəmiyyət, dövlət, vətən onlar hər zaman yaşadı və bundan sonra da yaşadacaq. O cümlədən və heç şübhəsiz ki, Allah o dünyasını versin, Allah onu şad eləsin Elza xanım İbrahimovanı. Bu günlərdə onun 87-ci il dönümü oldu. Çox heyif, Reyhan xanımı unutmayın, hörmətli iş təşkilatçıları unutmayın. Az bir zamandan sonra əminəm ki, dövlətimiz onun 90 illiyini qeyd edəcək. Mən hamıya təşəkkür edirəm və fikrimi Ulu Öndər Heydər Əliyev cümlələri ilə bitirmək istəyirəm. Yazılıb burada. Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bundan başqa dil yoxdur. Hamınıza təşəkkür edirəm. İndicə Qusar İncəsənət Məktəbində keçirilmiş gözəl bir tədbirdən çıxmışıq. Ümumxalq sevgisi qazanmış bizim gözəl bəstəkarımız Elza İbrahimovanın xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi idi və musiqi gecəsi idi. Zövq aldım, ruhum dincəldi. İncəsənət Məktəbinin tələbələri, Qusarlı sənətkarlar bizim gözəl sənətkarımıza öz sevgilərini göstərdilər. Konkret mahnılarla, ifaları ilə. Bu cür sənətkarlar bir xalqa, bir respublikaya xas olmurlar. Onlar bəşəriyyətə xas sənətkarlardır. Və Elza xanım da olduqca istedadlı bir xanım olub. Hələ tələbəlik illərindən öz istedadı ilə diqqəti cəlb edib. Hələ tələbə vaxtı yazdığı onun mahnıları və onun deməli, diplom işi kimi təqdim etdiyi orkestr üçün deməli musiqisi böyük sənətkarların diqqətini cəlb eləmişdi. Onda hələ Qara Qarayev, Cövdət Hacıyev və digər sənətkarlar onun haqqında söz demişdilər. Hətta Niyazi tərifləmişdi ki, mənim el qızımdan gözəl sənətkar olacaq. Mən Elza xanımın yaradıcılığının pərəstişkarı olmuşam. İllər boyu onun yaradıcılığını izləmişəm və gənclik biz hamımız o Elza xanımın sənətinin vurğunları kimi böyümüşük. O bizdən çox onun gənclik illəri
demək elə vaxtda təsadüf edildi. Bütün Azərbaycan onun mahnılarını ifa eləyirdi. Mən də onun mahnılarından ibarət bir dənə kaset yazdırmışdım və redaksiyada oxudurdum. Və bizim ilk tanışlığımız 1992-ci ildə oldu. Onun operasının deməli taleyi ilə bağlı biraz narahatlıq yaşanırdı. Ümumiyyətlə Elza xanıma qarşı bir etinasızlıq var idi onda. 1992-ci ilin fevralın 26-sında mən Həyat qəzetində onunla bağlı Unudulmuş Sənətkar adlı bir dənə məqalə ilə çıxış elədim və o məqalənin əks-sədası çox yaxşı oldu və saysız hesabsız zənglər oldu, oxucu məktubları, rəsmi dairələrdən çoxlu zənglər oldu və onun taleyi ilə maraqlandılar və mən çox xoşbəxtəm ki, bir ay sonra ona Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı verildi. Feyruz Qayıtmazov, F Production, Qusar.